Con motivo del Día Internacional de Información sobre el Peligro de las Minas, varias organizaciones humanitarias han hecho un llamamiento para que se tomen más medidas a escala mundial contra las minas antipersona. Se calcula que podría haber hasta 10 millones de minas terrestres esparcidas por unos 64 países, y posiblemente cada año se colocan entre 2 y 5 millones más. Aunque África es el continente más gravemente afectado por las minas terrestres, Europa también sufre enormes estragos. Və mən çox böyük xəyalları, çox böyük belə deyək, özünün qarşısında məqsədli olan bir gənc idim, hər bir gənc kimi və mənim minya düşməm mənim həyatımda əlbəttə ki, çox böyük təsir yaratdı. Belə deyək ki, gənc bir insanın demək, ayağının üstəbəlinin amputasiya olunması hissdir. Azerbaiyán es uno de los países del mundo más afectados por las minas terrestres. Tras décadas de conflicto, el gobierno de Azerbaiyán está llevando a cabo un programa de lucha contra las minas con acciones de sensibilización y protección de la población. Ərazilərin yenidən qurulması, bərpası zaman aparan bir məsələdir. Buna görə də ana mina təmizlənmə əməliyyatlarının miqyası çox genişləndi. Və mina təmizlənmə əməliyyatları ilk öncə bizim həmin ərazilərdə olan kommunikasiya xətlərinin, yolların, su mənbələrinin, bütün bu infrastrukturun inkişaf etdirilməsi üçün ilk növbədə prioritet olaraq hədəflənmiş bir mina təmizləmə əməliyyatları biz həyata keçirdik. Və mən hər bir şəxsi, belə deyək də, əsasən də minalardan, müharibə gedən ərazilərdə, belə deyək, yaşayan, oran vətəndaş olan şəxslər kimi, onları, belə deyək, mina təhlükəsinin törədə biləcəyi, minanın törədə biləcəyi belə deyək, fəsadları, sonra minalı ərazilərə getməməyə və minalar haqqında daha ətraflı... Los esfuerzos mundiales de desminado se enfrentan a retrocesos. Varios países bálticos han anunciado planes para abandonar el Tratado Mundial que prohíbe las minas. Y mientras se avecinan conversaciones de paz en Ucrania, los activistas han advertido que la retirada de los 2 millones de minas terrestres que se calcula que existen será crucial para garantizar la seguridad en el futuro.